Salam, bugünkü dərsimiz belə deyək, link üzərindən hücumlardan gedəcək. Məsəl üçün, link üzərindən necə hücum olunur və dərsin əsas mövzusu budur. Və həmişə dediyim kimi etik çərçivədə öz laboratoriyalarımızda aparırıq testlərimizi çalışdığımız qədər. İndi mən onu paylaşacağım. Misal deyək ki, mən girdim Kali-Linux'a. Kali-Linux'a girdikdə mən artıq burada belə deyək, proqram vasitəsi yükləyirəm. Böyük. Aha. Deməli yazıram sudo apt install istəyirəm bifxs. Bifxs proqram vasitəsidir. Bir də güc sistemi yaxınlaşdıraq biraz. Aha. Daha böyük görünsün deyə ekranda. Xüsusi proqram vasitəsidir, belə deyək ki, testlər üçün nəzarətə tutulub və indi biz o bifxs-ə yükləyəndən sonra belə deyək, yəqin ki, məndə belə deyək, update olmayıb, ona görə apt update güncəlləmə verək. Sudo apt update. Bəzən bu olur. Çünki güncəllənməyəndə hatalar ala bilərsiniz, bunu deyim bu başdan. Güncəlləsin. Çalışın dərslərimizi like edin. Nə qədər çox baxış olarsa, mən bir o qədər ardıcıl videolar yükləyəcəm. Əsasən sizin baxış açınızdan bağlıdır. Yəni, nə qədər çox like olarsa, bir o qədər dərslərimizi çox adam görər. Yenə də mən gələm bifxs-i yükləyirəm. Və yüklənmədə yes, enter və getdi yüklənmə. Artıq yüklənmə gedir. Artıq demək olar. Yüklənir. Yüklendikdən sonra əməliyyatlarımızı həyata keçirəcəyik ki, link üzərindən IP-ünvanın düşməsi və necə ola bilər ki, məlumatlarımız hələ keçirilə bilər. Yüklənsin. Xüsusi bifxs xüsusi proqram vasitəsidir. Yəni, etik çərçivədə laboratoriyalar hazırlamaq üçün nəzərdə tutulub, çalışın kimlərin sistemlərin sızma fikirlərindən biraz uzaq durun. Bu etik çərçivə deyil. Laboratoriya hazırlayaraq əsasda mənim belə deyim, amacım odur ki, informasiya texnologiyalarını tanıtdırmaq. Yəni, onun dərslərindən belə deyim, ona görə paylaşıram ki, bilməyənlər də bilsin, sistem bilgilərini öyrənsin. Bifxs veririk. Daha doğrusu veriyək də sudo veriyək, keçək ruta. Üzr istəyəm, burada var idi. Bifxs start verirəm və start verən kimi password istəyir. Bif 1, 2, 3. Enter. Bif 1, 2, 3 qoydum. Təbii ki, user interface açılacaq. Gözləyəm user interface açılsın. Və açıldıqdan sonra həmən user interface-ə giriş edəcəyik. Bəzən öz açılır, bəzən bu linkdən öz açıldı, ehtiyac olmadı. Bunu atırıq burada, qalır və bifxs-ə giriş edirik. Yazıram bif və bif 1, 2, 3 və giriş edirik. Save ediləm. Bifxs-in arayüzü bax belədir. Cross-siting script. Yəni, belə deyək də, əslində bifxs JavaScript üzərində qurulub və ümumi belə bir arayüzə malikdir. Belə deyək, burada test kimi bir dənə here qoyublar, vururuq və yeni bir bizə belə bir misal, belə təmsil edək ki, bunu, yəni hesab edək daha doğrusu ki, bunu biz qurbana atırıq. Yəni hacker bunu qurbana atır və məlumatlar bifxs-in sistemində bir özə verir, özün əksində. Görürsünüz 127, lokal olduğuna görə göstərir. Mən üzərinə vururam command hansı, yəni tapşırıqları həyata keçirə bilərəm sızılmış sistemdə. Və mən burada gələm, social engineering girirəm bura. Məsələn, misal göstərirəm. Təbii ki, yenə deyirəm, etik çərçivədə və dərs məqsədli göstərilir bunlar. Heç bir, belə deyim də, etik çərçivədən uzaq heç bir şeylərə yol verilməzdir. Sadəcə test məqsədi. Məsələn, deyək phishing ataka kimi göndəririk və execute step. Və ikinci sırada biz mütləq şəkildə həmən o sızılmış sistemdə bunu görürük. Yəni, insan o linka girir və onu birdən-birə arayüzü dəyişir, belə deyək. Və hər hansı, məsələn, misal göstərirəm, emin, nəsə belə bir şey,
yazdıq .com məsəl üçün deyirəm də 1, 2, 3, 4 belə yazdım, sign verdim məsəl üçün. Məni avtomatik reload eləyir orijinal səhifəyə və mənim məlumatlarım komand eləyəndə bax burada görürsüz Emin. Burada açıq-açıq görünür, yaxınlaşdırım və burada username, password görünür və phishing atakaya yol açdı bu. Və sual doğur, əslində biz bunu belə öz kompüterimizin içindən, öz browserimizdən də edə bilərik. Bunun üçün bizə nə lazımdır? Mən misal göstərirəm. Görürsüz bu Kalinin daxilində eləyirəm bu testi. Məsələn, gəlirəm bu hissəyə. Birinci növbədə IP-yə baxırıq. Ondan sonra biz nə edirik? Mən burada bilavasitə gəlirəm. Misal göstərirəm. Sudo gəlin keçid eləyək. Sudo su root cd var. Məsələn, mən gəlirəm bura /var /www/html qovluğunun içinə keçdi. ls daxilə bax. rm index.html silirəm. Çünki köhnə mənə lazım deyil. Apache-də təyinatı dəyişirəm. Sudo nano index.html faylinə keçid edirəm. Və daxilində belə bir arayüz yazıram. Məsələn, sistem yazıram. JavaScript haqqında biz dərslər hazırlayacağıq gələcəkdə. Yəni onun haqqında məlumat verəcəm. Mən JavaScript-də belə deyək, bir kod yazıram, script search. Məsələn, hara http bölünmüş 2/ təbii ki, burada bizim IP-miz rol alacaq. Bayaq ki, IP-yə bir də baxırıq. Buradan bir dənə baxaq. Bir də göz istəyirəm. IP-miz hara getdi? Bayaq qoymuşdu. Yox, problem yoxdur. Yəqin bağlamışam. 100.172. Yazıram 192.168.100.172. Bölünmüş port nömrəsi BIF 3000-lə işləyir də. Misal üçün, bəli, 3000-ci. 330.300.3000 portu və /hook.js. Və bunu yazdıqdan sonra biz bağlayırıq sistemi. Dırnağa bağlayıb, təzədən bağlayıb sistemi açıram. /script-yə bağlayıram. Super. Yəni mən burada script search, yəni JavaScript dilində gələcəkdə mən proqramlaşdırma dilləri haqqında da məlumat verəcəm. Əsasda mövzumuz budur. Yəni biz bilməliyik ki, mən həmişə demişəm öz çıxışlarımda network proqramlaşdırma, bir də server sistem bilgiləri lazımdır. Red Team və Blue Team-də bilək. Əsasda yadda saxlayın, mən Blue Team haqqında danışsam, ümumiyyətlə müdafiə sisteminin qurulma prinsipini bilməyən bir hacker hücum edə bilməz. Çünki belə bir məsələ var, deyir, ava gedərkən avlanmaq söhbəti. Ona görə bunlar vacibdir və bilavasitə mən JavaScript kod yazdım, amma gələcəkdə sizə başa salacağam. Xüsusən də bizə bir proyekt yazmağa ehtiyac yoxdur dil bilgisinə, proqramlaşdırma dil bilgisinə. Əsasda proqramlaşdırmada xüsusən də məntiq tərəflərini anlamaq lazımdır. Məsələn, mən bir proqramlaşdırma dili bilirəmsə, digərlərini öyrənməyə ehtiyacım yoxdur, çünki sistemi bilirəm artıq. Burada script, məsəl üçün, search http 192.168.100.172 bölünmüş 3000 hook.js və skriptini yazdıq. Və script search axtarış eləyir, bərabər də HTTP də bizim yönəlməmizi və bölünmüş isə 190 bizim, yəni kaleye gələcək məlumat 3000-ci portla hook.js ötürəcək, yəni bifxs-ə. Mən Ctrl+X, yes, enter vururam və ondan sonra sudo systemctl nüvəyə deyirəm ki, start apache 2, apache 2-ni işə qoşuram. Ondan sonra sudo apt install UFV firewall-u yükləyirəm. Səbəb UFV-ni yükləməliyəm ki, 3000-ci portu açım və 80-cı portu açım ki, aktivləşə bilsin sistem. Sudo yazma ehtiyac yoxdur, elə promo sudo da yox. UFV hello #/tcp qapısı açıldı. Allo, məsələn 80-dan başqa biz 3000-ci qapını da açırıq. 330.300.3000 qapısını açıram. Sudo UFV status verirəm. Və statusdan bax, inaktivdir, yox, problem yoxdur. Enable edirəm. Enable eləyəndən sonra aktivliyini bizə göstərəcək və statusda bizə tam açıq olacaq. Təbii. İndi isə bunları aşağı atırıq. Görək bizim məlumatımız gələcəkmi bura. Yəni bizim öz, belə deyək də, Windows'un IP-si bura düşəcəkmi? Mən onu biraz qlobal haqqında mən başa salacağam. Orada biz tunellər falan düzəldəcəyik. Onları da başa salacağım sizlərə. Gələcək dəstəmizdə əsasda sizdən like-lar gözləyirəm. Nə qədər çox baxış olarsa, bir o qədər yəni sistemə daha dərinə gələcəyik. Təbii ki, bizim IP-miz yeni yadından çıxdı IP. Orada bir dəqiqə problem yoxdur. Baxaq IP-nə 100.172 yazıram. 192.168.100.172 slash qoyuram. 192.172 yazmadan 172 və göyün üzərinə. Google search eləmin, həmişə problemdə həmişə ora vururlar. Göyün üzərinə vururam. Aha, heç nə yoxdur.
Gəlin baxaq. Aha, IP düşdü. 130 nəyin IP-sidir? 130 mənim cmd command prompta girirəm və IP configuration fayla girirəm. Doğrudan da mənim IP-m 130-dur. Və mənim bura 130 düşdü. Gəlin test edək. Baxaq. Commands. Yəni mən artıq belə zombi olaraq düşdüm sistemə. Yəni linklərə biz toxunarkən xüsusən diqqət etməliyik. Linklərin proqram vasitəsilə arxa fonunda çoxlu skriptlər ola bilər. Və bu skriptlər qorxulu bir problem yarada bilər. Ona görə bilmədiyiniz linklərə girmək qəti qadağandır. Çünki hansısa bir orada kazino falan oynayırsınız, vurursunuz, arxasında gedən bad script sisteminizə hərəkət edir. Və bu problemdir. Onu yadda saxlayın. Gəlim 100.130-un üstünə vururam. Command, social engineering girirəm. Deyək ki, zürbəcür burada var sistemlər. Onların için doldurmaq da olur. Baş sazım olaraq da. Google Phishing-ə gəlib. Mən belə deyə də Lorel'də execute elədiyimdə biraz gözləyirəm. Artıq hacklənmiş sistemdə, aha, burada dəyişir. Burada nə yazırsa sistem sign eləyir, gəlir bura. Aha, oradakı məlumat bura düşür. Və məni Lorel'də də belə deyək də sistemdə mənim məlumatlarım digərinə keçə bilər. Həmçinin belə deyək ki, burada hətta fake flash updating olmalıdır, bəziləri işləməlidir burada. Baxaq görək. Aha. URL hara yönəldəcəyim məsəl üçün. Payload URL http://www.com görək yönəldə bilir. Bəziləri işləyir, bəziləri belə. O HTTPS-dir daha doğrusu, P deyil. Üzr istəyirəm. Yes. Execute. Baxaq. Aha. Yəni belə deyək də bax. Mənim saytıma yönəltdi. Yəni belə deyək, payload, yəni qatarıq deyək də. Biz hackləndikdə, adam burada öz sistemini qurduqda, biz vururuq nəsə, çaq-çaq vururuq, o yönətmə eləyir hansısa bir, bəlkə bir sayta, indi mənim blog saytıma yönəldi. Məsələ görün, baxın, orada suallar falan, temalar paylaşıram ki, xüsusi mövzular ki, onlara baxa bilərsiniz saytımda. Və demək ki, biz niyə görə bu linklərin qurbanı olduq? Əsasında mən yenə deyəm, tədris mövqeyli başa salınan white hacking, yəni white hat üzərindən gedirəm və yadda saxlayın, ona görə ki, linklərin altında biz baxdıqda inspect, aha, gəlir baxırıq, aha, gizli skript var, görür script search, yönətmə hara gedir, söhbət, yönətmə kalliyə gedir və həmişə yadda saxlayın, bir hacker payloadları gizlədir, çünki siz oraya girirsiniz, üzdə görünmür, amma arxa fonda təbii ki, biz inspektorun hara nə üçün getdiyini görürük, ona görə bunlardan, yəni, çəkinməliyik linklərdən, çünki link yönəldər ki, orada payload yarada bilər, bizim məlumatlar üçüncü şəxsə ötürülə bilər. Yadda saxlayın. Və bu dərsin əsas mövqeyi, yenə deyirəm, white hat üzərindən gedir, yəni biz black işlərlə yoxuq. Həmçinin tədris mövqeylidir, çalışın daha çox bu sahəyə gəlmək istəyən öyrənmə məqsədi ilə yanaşsın, yəni kimləsə məlumatlarına girmək, onları ələ keçmək qəti ola bilməz. Çünki red team, blue teamdən qarşılaşdırılır, yəni mövqeylər ona görə qarşılaşır test məqsədi ilə. Test beta versiyalardakı nəsə hansı boşluqlar olarsa onların qarşısı alınsın və blue teamdə maneələr qurulsun. Ona görə yadda saxlayın. Bilavasitə mən sizdən dəstək gözləyirəm. Nə qədər like'lar çox olarsa, baxış çox olarsa mən yenə də ardıcıl videolar yükləyəcəm. Çünki bəzi Azərbaycan və xarici videolara baxıram. Demək, biraz yüklüyürüz, ardı yoxdur falan. Amma mən ardıcıl çalışacağam, ardıcılığı həyata keçirim. Sizin dəstəyinizə ehtiyacım var. Nə qədər çox baxış, like olarsa, təbii ki, mən yəni vaxtım olduqca videoları ardıcıl şəkildə yükləyəcəm inşallah. Allah'a əmanında görüşərik, like eləməyi unutmayın. İnşallah görüşərik, Allah'a əmanında görüşmək ümidi ilə.